Azərbaycanın şəhərsalma fəlsəfəsi bu fikrə əsaslanır ki, şəhərlər tarixi yaşadan, milli kimliyi formalaşdıran dayanıqlı məkanlar olmalıdır. Həmçinin insanlara xidmət etməlidir. İnsanlara xidmət etmək dedikdə burada yaşıl məkanların artması, mikromobillik, yəni bu sahədə siyasətlərin təşviq edilməsi olduqca vacibdir. Biz sağlam şəhərləri qurmağa çalışırıq. İnsanlar həm də burada yəni sağlam nəqliyyat vasitələrindən istifadə etməsi, yaşıl məkanların daha çox olması onların əslində sağlamlığına xidmət göstərir. Burada çox maraqlı təşəbbüslər də irəli sürülə bilər sağlam şəhərlərlə bağlı. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının belə bir standartları var sağlam şəhərlər üzrə. Biz də bu təşəbbüs çərçivəsində, bu forum çərçivəsində türk dövlətlərinin müvafiq şəhərlərinin, sağlam şəhərlərin marşrutunu yarada bilərik. Bu şəhərlərin bir-birlə birləşməsi həmçinin türk dövlətləri arasında şəhərsalma sahəsində, urbanizasiya sahəsində əməkdaşlıq da gücləndirilə bilər və düşünürəm ki, bunlar hər biri forumun müzakirə obyektlərindən, elementlərindən biri olacaqdır.